Bu günləri istədim ki, xiyar bitkisinə necə qulluq etmək lazımdır. Ümumi o haqda danışım. Təəssüf ki, YouTube-dakı videolarımı izlənmə az gəlir. Onun üçün YouTube videolar hazırlamağa açığı həvəsdə olmur. Siz nətərdir? Hazırlayıram, o qədər əziyyət çəkirəm. Bəyəni az gəlir, rəy az gəlir, yorum az gəlir. Nə qədər yorum yazsanız da mən hamısını cavablandırmağa çalışacağam. Yəni nə qədər sualınız olsa mən hamısını deməyə çalışacağam. Ümumiyyətlə xiyarı əkdik, parnikdə əkdik və yaxud açıq əkdik. İlkin düzəltilər əmələ gəlməyə başladı və artıq böyüyür. Baxın, bu böyüklükdədir. Baxın, məsələn, böyüyür, inkişaf eləməyə başlayır. Yerli sort əkmisinizsə, təbii ki, bar gec ola bilər. Yəni, xiyar bitkisinin meyvələri gec əmələ gələ bilər. Belə deyim ki, xiyar bitkisi sahədə tərəvəz deyil. Sahədə gilə meyvədir. Yəni, meyvədir. Yəni, gilə meyvə və yaxud meyvə də deyə bilərsiniz. Gilə meyvədir əslində. Yəni, o haqda da izah vermişəm. Elminə qalsa, elmcə gilə meyvədir. Ümumiyyətlə, xiyarlar baxın, bu cür çiçəklər açmağa başlayır. Bu cür çiçəklər açır, amma ortada meyvə yoxdur. Səbirli olmaq lazımdır. Deməli, yerli sortlarda, yəni erkək çiçəklərlə dişi çiçəklərin yeri ayrı-ayrı yerlərdə olan sortlarda bu hal olur. Bunların təbii çoxalma üsuludur. Biz nə qədər də bunları mədənləşdirsək də, hər bir mədəni bitkilərin hamısının ta qədimdən bunların yaşamaq deməli prinsipini biz nə etsək də dəyişdirə bilmərik. Yəni bunlarda o davam edəcəkdir. Baxın, bunlar nə üçündür? Bu bığcıqlar, sarmaşıq bığcıqlar. Bunlar işığa daha yaxşı çatmaqdan ötürü, alaq bitkilərinə dırmaşa və yaxud hansısa bir bitkilərə sarmaşa çıxmaqdan ötürüdür. Yəni bunlar əgər düz və sağlamdırsa, baxın bu cür düzdürsə, deməli bitkimiz də sağlam deməkdir. Xiyar bitkisi əslində yer bitkisi deyil. Əslində sarmaşıq tipli bir bitkidir, sarmaşan bir tipli bir bitkidir. Onun üçün də bu bığcıqları var, onlar yuxarıya doğru gedir ki, işığı tapsın, həm də böyümə funksiyası burada daha yaxşı inkişaf edir. Toxumlar yerdən xəstəlik götürmür və zərərvericilər uzaq olur, meyvələri çürümür və s. Baxın, buradan bir təməldən bir çəkim belə. Baxın, oradan böyüyə-böyüyə gəlib, ta ki, baxın, burada meyvə verməyə başlayıb. Hardasa deyim də sizə 1, 2, 3, 4, 5, 6, 7, 8, orada da bir 9'a yaxın, 10'a yaxın. Hardasa 9, 10, 15'dən sonra başlayır meyvələr əmələ gəlməyə. Və yerli sortda xiyarlarda, yəni bu cür xiyarlarda erkək çiçəklər bilirsiniz, həmişə videomda demişəm. Budur. Dişi çiçəklər isə budur. Arxasında meyvəsi olanlar. Baxın, arxasında meyvəsi var. Baxın, net deyim. Baxın. Arxasında meyvəsi varsa, bu olur dişi çiçək. Arxasında meyvəsi yoxdursa, baxın bunlar kimi olur erkək çiçək. Və bu əsas zoğda, ana zoğda, baxın bu əsas zoğda, belə deyim də, bu əsas zoğda xiyarın meyvələri çox az olur. Ən əsas bar nə vaxtı başlayır? Baxın bunlarda. Baxın, yanlara doğru. Heç vaxtı bunlarda budama etməyin yerli sortlarda. Heç bir vaxtı. Baxın, bar burada başlayır. Baxın. Yana tərəf gedən xiyarlarda başlayır. Görürsünüzmü? Baxın, yana tərəf gedən xiyarlarda başlayır. Yəni onun üçün istədim məlumatlandırıcı bir video paylaşım ki, onları budamaq olmaz. Onlar heç vaxtı budamaq olmaz. Çünki onlar əsas bar vermə funksiyası oradadır. Ümumilikdə isə xiyarı çalışmaq lazımdır ki, tez-tez amma vaxtında suvarmaq lazımdır. Torpağı tam qurumağa icazə verməmək lazımdır. Nəmləndirib suvarmaq lazımdır. Gölləmə deyil. Ola bilər indi gölləmə ola bilər. Göl deməli baraza arası ilə gedib nəmləndirə bilər. Daha sonra isə yarpaqlarda yanmalar, bunlar əsasən
yarpaqlarda yanmalar istilikdən olur, duzluluqdan olur, virus xəstəliklərdən olur, bakteriyalardan olur, kökdə çürümələrdən olur. Sonra gəldikdə yarpaqların altında unlu şeh olur. Burada tripslər olur, bitlər olur, külləmə olur, yalançı şeh olur. Bunlar hamısı xəstəliklərdir. Alt yarpaqlara baxaraq burada bilmək olar. Onlara qarşı da fungisitlərdən, məsələn, indi siz dərman çox istəyirsiniz. Onun üçün deyim, mən dərman demirəm, sadəcə ad deyirəm fungisitlərdən və ya insektlərdən. Ən yaxşı yolu südlü sudan, sarımsaqlı sulardan, sodalı sudan, bunlardan istifadə edərək həm zərərverici, sodalı sudan istifadə edərək həm zərərvericilərdən, həm də xəstəliklərdən uzaqlaşdıra bilərik. Kanala abunə olmağı unutmayın. Bacardığım qədər faydalı məlumatlar paylaşmağa çalışıram. Dəstəyinizi gözləyirəm. Sağ olun, var olun.